Salam, xoş gördük hər birinizi. Bu günlər mən öz bağımızın vişnəsindən tumu çıxarılmış vişnə mürəbbəsi hazırlayacağam. Vişnə mürəbbəsini əgər ki tumunu çıxarıb bişirəcəyiksə, biraz bərk vişnələrdən istifadə etmək lazımdır. Tumunu çıxararkən əzilməsin deyə, bişirərkən də əzilib dağılmasın deyə. Gördüyünüz kimi mən vişnələrimizi dərməyə başlayıram və bu arada siz də mənim kanalıma abunə olmamısınızsa, abunə olub zil butonuna toxunmağı və videolarımı sonradan izləməyi unutmayın. Və mənim videolarımı bəyənirsinizsə, bəyənmə butonuna toxunaraq like edə bilərsiniz. Vişnələrimi dərib bitirdikdən sonra axar suyun altında 3-4 dəfə yaxşı yuyub bitirdikdən sonra suyunun çəkilməyini gözləyəcəm. Yuduğum vişnələrin suyu çəkildikdən sonra tərəzidə çəkirəm. 2 kilo 300 qram məndə vişnə yığmışam, yəni vişnə var. İndi isə saplaqlarını təmizləyərək içərisində olan tumunu çıxarmağa başlayıram. Tum çıxarmaq üçün belə tum çıxardan almışam. Mən bu tum çıxardandan heç rahat istifadə edə bilmədiyim üçün kiçik ölçülü limon çəngəllərindən tumunu çıxardacağam. O daha rahat gəldiyi üçün mən onunla çıxardacağam. Kimə necə rahatdırsa, hansı rahatdırsa ondan istifadə edə bilər. Və yaxud da saç üçün olan şpilkalardan da istifadə etmək olar. Məndə olmadığı üçün kiçik ölçülü limon çəngəlindən çıxardım. Vişnəmizin hamısını tumunu çıxarıb bitirdim. Yenidən tərəzidə çəkirəm. 2 kilo 300-dən 2 kiloqram vişnə qaldı və bişirəcəyim ləyənin içərisinə alt hissədən şəkər tozu, daha sonra isə vişnəni yarı hissəsini əlavə edib yenidən şəkər tozu ilə hər tərəfini bağlayacağam. Mən şəkər tozunu kilo əlavə etdim. Yəni 2 kiloqram vişnə üçün 2 kiloqram şəkər tozu əlavə edib vişnə mürəbbəmizi bişirəcəm. Və onu da qeyd edim ki, biz vişnənin tumunu çıxararkən içərisində olan vişnənin soku suyu qabın içərisinə axdığı üçün biz vişnəni bişirərkən, mürəbbəmizi bişirərkən əlavə su əlavə etməyəcəyik və saatlardan gözləməyəcəyik ki, vişnəmiz suyunu çıxarsın. Gördüyünüz kimi vişnəmizin öz soku çıxıbdır, qabın içərisinə yığılıb. Və dərhal ocağın üzərinə şəkər tozunu əlavə etdikdən sonra ocağın üzərinə qoyub vişnə mürəbbəmizi bişirməyə başlayıram. Mən vişnə mürəbbəmizi şəkər tozu tamamilə əridikdən sonra qaynamağa başlayanda 5 dəqiqə qaynadıb ocağın altını söndürəcəm ki, tamamilə soysun. Soyduqdan sonra yenidən ocağın altını yandırıb mürəbbəmizi bişirməyə başlayıram. Bu dəfə tamamilə bişdikdən sonra ocaqdan götürəcəm. Və onu da qeyd edim ki, mən mürəbbəmiz bişərkən, qaynayarkən üzərində olan köpüyünü yığmayacağam. Mürəbbəmizi ocaqdan götürdükdən sonra köpüyünü o zaman yığmağa başlayacağam. İkinci dəfə təkrar yerləşdirdim ocağın üzərinə. İndi isə qaynamağa başlayır. Tamamilə bişdikdən sonra ocaqdan götürəcəm. Mürəbbəmiz gürxodda yaxşı qaynayır. Artıq üzərində iri qabarcıqlar əmələ gəlibsə, mürəbbəmiz artıq hazırdır. Mən hər zaman mürəbbəmin hazır olduğunu bu qaydada anlayıb ocaqdan götürürəm. Mürəbbəmizin üzərində iri qabarcıqlar əmələ gəldikdən sonra 1-2-3 dəqiqədə qaynadıb
ocağımın altını söndürürəm və mürəbbəmin indi isə üzərində olan köpüğünü yığmağa başlayacağım. Mürəbbəmiz isti olarkən üzərində olan köpükləri mütləq yığmaq lazımdır. Soyuduqda mürəbbənin üzərində olan köpükləri yığmaq olmur, çətinləşir. Bunun üçün isti kəpçəklə köpüklərini yığıram. Xırda olan köpükləri isə salfet vasitəsilə yığacağam. Salfetkaları mürəbbənin hansı hissəsində köpük varsa, o hissəsinə yerləşdirərək əlimlə üzərinə bu qaydada basıram ki, köpüklər salfetə hopsun. Daha sonra isə ehtimallı şəkildə salfetkaları qaldırıram. Çox rahatlıqla üzərində olan köpüklər təmizlənir. Mürəbbəmi tamamilə köpüğünü təmizləyib bitirdikdən sonra soymağını gözləyirəm. Gördüyünüz kimi gün işığında öz rəngində mükəmməl marmelad kimi tumsuz vişnə mürəbbəsi hazırladım. Əminəm ki, sizlər də bəyənib hazırlayacaqsınız. Soyduqdan sonra sterilize edilmiş bankalara yığmağa başlayacağım. Mürəbbəmiz soyubdur. İndi isə sterilize edilmiş bankalarıma yığmağa başlayıram. Və budur, mənim mürəbbəm artıq hazırdır. Gördüyünüz kimi çox möhtəşəm, rəngi qıpqırmızı, marmelad kimi vişnə mürəbbəsi hazırladım. Əminəm ki, sizlər də baxıb hazırlayacaqsınız. Hazırlayacaq olanlara nuş olsun deyirəm. Və mənə dəstək olmamısınızsa, dəstək olmaq üçün kanalıma abunə olub, zil butonuna toxunmağı unutmayın. Videolarımı sonradan izləmiş olsanız çox sevinərəm. Bütün sevenler bizim kimi